Salam. Bugün sizinlə birlikdə Azərbaycanın dövlət qulluğu sisteminə bir nəzər salacağıq. Salam. Bəli, olduqca maraqlı mövzudur. Məqsədimiz nədir? Yəni bu sistemin necə işlədiyini, kimlərin bu sahədə çalışa biləcəyini anlamaq istəyirik. Hə, bir növ dərinə getmək, detalları anlamaq. Bəli. Gəlin başlayaq elə isə. Mənbələrdə deyilir ki, dövlət qulluğu əslində dövlətin öz məqsədlərini həyata keçirməsi üçündür. Konstitusiya və qanunlara uyğun olaraq. Düzdür. Yəni dövlət qulluqçuları bu məqsədlərə çatmaq üçün necə deyim, öz vəzifələrini yerinə yetirirlər də. Bəli, o mexanizmin bir hissəsi kimi. Tamamilə. Və ilk diqqət çəkən məqamlardan biri odur ki, kimlər dövlət qulluqçusu ola bilər? Baxın, sənədlərdə qeyd olunur ki, 16 yaşı tamam olmuş. Hə, 16 yaş. Bəli, 16 yaş peşə hazırlığı Azərbaycan dilini bilmək və heç bir fərq olmadan, irqi, dini, cinsi fərq olmadan hər kəs müraciət edə bilər. Amma maraqlıdır, eyni zamanda deyəsən bakalavr dərəcəsi də tələb olunur. Hə, bax o məqam var. 16 yaşla bakalavr tələbi ilk baxışdan biraz qəribə görünə bilər. Necə uzlaşır bunlar? Yəqin ki, belə düşünmək olar, bəzi aşağı vəzifələr üçün fərqlidir ya da əksər vəzifələr üçün əsas tələb bakalavrdır, amma minimum yaş həddi 16-dır. Hər halda vurğu daha çox peşəkarlıq və dil biliyindədir. Aydındır. Yaxşı, bəs prosesin özü necə qoşulmaq olar? Mənə elə gəlir ki, Dövlət İmtahan Mərkəzi, yəni DİM, burada əsas fiqurdur. Elədir, bəli. DİM bu prosesin mərkəzindədir. Onlar test imtahanları təşkil edirlər. Həm də deyəsən ayda bir dəfədən az olmayaraq, bu kifayət qədər tez-tezdir. Bəli, ayda ən azı bir dəfə. Bu göstərir ki, ya tələbat böyükdür, ya da sistem daim açıqdır yeni namizədlər üçün. Hə, daim yenilənmə var demək ki. Bəli. Və bu imtahanlar özləri də iki əsas növə bölünür. A növü və B növü. Növü bunlar deyəsən rəhbər vəzifələrdir. Düzdür, inzibati rəhbər A, AB, AC kimi qrupları var. Yəni, belə deyək də, yüksək, orta və giriş səviyyəli rəhbərlik. Bəs B növü? B növü isə inzibati icraçı vəzifələrdir. BA və BB qrupları. Bunlar daha çox gündəlik işlərin görülməsi ilə bağlıdır. Aydındır. İmtahandan keçənlər nə əldə edir? Sertifikat deyəsən. Bəli, sertifikat alırlar və bu sertifikat 5 il qüvvədə olur. 5 il, bu da yaxşı müddətdir. Əlbəttə. Bu o deməkdir ki, siz imtahanı verdiniz, sertifikatınız var, 5 il ərzində uyğun bir vakansiya çıxanda müsahibəyə katıla bilərsiniz. Yəni, bir növ giriş bileti kimidir müsahibəyə. Deməli, proses çox pilləlidir. Birinci test, sonra müsahibə. Tamamilə. Müsahibə ilə bağlı da müddətlər var idi deyəsən. Müsahibə elan olunandan sonra müraciət üçün 30 gün. Hə, 30 gün müraciət üçün, sənəd qəbulu bitəndən sonra da 30 gün ərzində müsahibənin özü keçirilməlidir. Prosesin, belə deyək, ritmi bəllidir, yaxşı. Bəs o ilk test imtahanı, orada nələr yoxlanılır? 4 fən adı çəkilirdi. Bəli, 4 əsas fən var. Qanunvericilik, məntiq, Azərbaycan dili və informatika. Bu dörtlük yəqin təsadüfi deyil, elə deyilmi? Hər birinin öz yeri var. Əlbəttə, əlbəttə. Məntiqi var. Qanunvericilik aydındır. Dövlət qulluqçusu qanunları bilməlidir. Məcburidir bu. Bəli. Məntiq qərar vermək üçün, təhlil etmək üçün vacibdir. Azərbaycan dili iş dövlət dilindədir, səlis ünsiyyət şərtdir. Hə, sənədləşmə, yazışma. Düzdür. İnformatika isə indi informasiya texnologiyaları əsridir. Rəqəmsal bacarıqlar mütləqdir demək olar. Yəni, bu 4 fən birlikdə bir növ ideal dövlət qulluqçusu profilini cızır. Qanuna bələd, məntiqli, savadlı yazan danışan və texnologiyadan başa çıxan. Bəli, əsas kompetensiyalar bunlardır deyə bilərik. Onda belə bir yekunlaşdırma edə bilərik də, Azərbaycanda dövlət qulluğuna qəbul üçün yol kifayət qədər strukturlaşdırılıb, şəffaf görünür. Bəli, mərhələlər aydındır. Tələblərə cavab verirsən, testi keçirsən, sertifikatı alırsan, müsahibədən də uğurla keçdinmə, olursan dövlət qulluqçusu. Yol xəritəsi var. Düzdür. Bu yanaşma əlbəttə dövlət idarəçiliyinə peşəkar kadrları cəlb etməyə yönəlib. Müəyyən bir standartı təmin etmək məqsədi güdür. Aydındır. Amma bilirsiniz, sonda bir məqam barədə düşünməyə dəyər. Məhz bu 4 fənnə, qanunvericilik, məntiq, Azərbaycan dili, informatika bu qədər fokuslanmaq. Hə.
Sizcə bu, müasir dövlət qulluğunda hansı bacarıqların önə çəkildiyini göstərməklə yanaşı, bəlkə də başqa hansısa, necə deyim, yumşaq bacarıqların və ya fərqli düşüncə tərzlərinin biraz arxa planda qaldığına işarə edə bilərmi? Bu barədə dinləyicilərimiz də düşünə bilər. Maraqlı sualdır.